Azərbaycanın sosial müdafiə sistemi növbəti mərhələyə qədəm qoyur. Belə ki, Maliyyə naziri Sahil Babayevin açıqlamasına görə 2026-cı il dövlət büdcəsi çərçivəsində ölkə əhalisinin azı 95% icbari tibbi sığorta ilə tam əhatə ediləcək. Bu addım təkcə maliyyə resurslarının artırılması deyil, həm də sosial ədalətin gücləndirilməsi, əlilliyi olan şəxslərdən tutmuş işsizlərə qədər geniş kateqoriyaların tibbi xidmətlərə çıxışının təmin edilməsi məqsədini daşıyır. Nazir bildirib ki, dövlətin sığorta etdiyi şəxslərin sayı 9 dəfə artırılacaq. İşsizlərin sığortalanması isə qanunvericilikdə birbaşa qeyd olunan ilk təcrübədir. Bu inqilabi addımın həyata keçirilməsi üçün təxminən 900 milyon manat ayrılıb ki, bununla da milyonlarla vətəndaşın tibbi xidmətlərə çıxışı təmin ediləcək. Bəs bu sığorta nələri əhatə edəcək? Paketə nələr daxildir? Qlobalifo ASA danışan Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Rövşən Muradov deyib ki, dəyişiklik tibbi sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən sığortalıların dairəsinin və icbari tibbi sığorta üzrə sığorta haqlarının məbləğlərinin dəqiqləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən məşğulluq haqqında qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalıların ayrıca kateqoriyası olaraq müəyyən olunur. Bu kəslər sığortalı qismində özləri çıxış edəcəklər və onlar tərəfindən ödənilməli olan icbari tibbi sığorta haqqının məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan qurum müəyyən edəcək.